Sonrası değerli VIP 10 maçlığı izləyicilərimiz, bugün sizlərə Maçlığa qəsəbəsində Karvan Şallıq evinin yaxınlığında, ümumi 13 sotun içində belə bir 2 mərtəbə üstü mansarlı, belə bir qəşəng təmirli evimiz satışa çıxıb. Onu təqdim edirəm. Evimiz ümumi deməli 6 otaq, 2 mətbəx, 2 sanitar qovşaqdan ibarətdir. Evlər hamısı tam təmirlidir otaqları. Keçin evin yan tərəfini, arxa hissəsini göstərim sizə. Deməli 2 dənə darvazası mövcuddur evimizin. Biri arxadakı bu darvazadır. Burası evin arxa hissəsidir gördüyünüz kimi. Həyəti çox geniş həyəti var. Keçin evin otaqlarını tanış olaq. Onu deyim ki, ev həm əşya, həm əşyasız da satıla bilər. Kiçik evin otaqlarını tanış olaq. Digər qapı isə darvaza buradadır. 2 dənə bir məhlə o tərəfə, bir də o biri məhləyə çıxışı var. Keçin evin otaqlarına. Dəyərli izləyəcəyimiz, bura evimizin 1-ci mərtəbəsidir. Burada deməli belə bir otaq kimi istifadə olunur. Buradan sol tərəfdə belə bir yataq otağıdır. Burada da belə bir digər yataq otağıdır. Keçin evin yuxarı hissəsini göstərəcəm sizə. Burada isə dəyərli izləyəcəyimiz, evimizin həm sanitar qovşağı, həm də hamam otağı mövcuddur. Qalxın evin ikinci mərtəbəsini təqdim edeyim sizə. Birinci mərtəbədə mətbəxi var, onu qeyd edeyim. İkinci mərtəbənin sol hissəsində ikinci mərtəbəyə aid belə bir mətbəxdir. Geniş mətbəxdir gördüyünüz kimi. Evimizin təmiri çox qəşəng, ideal təmirdədir. Burada ikinci mərtəbəyə aid sanitar və hamam otağı, isti poldur. Bu isə burada isə ikinci mərtəbənin qonaq otağı olan hissəsi, sağda yerləşir belə bir yataq otağı. Solda digər belə bir yataq otağı var. Burada isə sonuncu yataq otağıdır. İndi isə qalxaq evimizin 3-cü mansarvan hissəsinə. Bu da evimizin deməli mansarıdır. Açıq qonaq otağı kimi hal-hazırda istifadə olunur. Tam təmirli. Gördüyünüz bu evimizin sənədi çıxarışdır, xüsusi mülkiyyət qrupça. Qiyməti isə sonda qeyd edəcəm videonun üst hissəsində. Dəyərli izləyicilərimiz, bu və digərlərlə tanış olmaq istəsəz səhifəmizi keçid edib baxa bilərsiniz. Bizi izləməyi unutmayın, sağ olun.